Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. Uzaq dənizlərin arxasında balaca quş özünə yuva qurmuşdu. Adını milçək quşu deyirdilər. İsti cənub ölkələrində yaşayan bu quşlar milçək boyda olur. Buna görə də alimlərimiz həmin quşlara milçək quşu adı veriblər. Onlar albalı kimi qıpqırmızı, kəhraba kimi sapsarı, ağac kimi yamyaşıl olur. Milçək quşu ağacda oturanda yenicə açılmış çiçəyə oxşayır. Günəşin şüaları zəif tüklərində oynadıqca, budaqdan sallanan əlvan daş kimi bərq vurur, müxtəlif rəngə çalır. Milçək quşu balaca olmasına baxmayaraq, özünü həmişə böyük sanır. Meşəyə gedən yolun kənarındakı körpə bir ağacın yarpaqlarında milçək quşu özünə yuva hörmüşdü. Onun yuvası oymaqdan böyük olmazdı. Yumurtaları isə alma tumu boyda idi. Quş yumurtaların üstündə oturub 3 bala çıxartdı. Onlar elə cımbılı idilər ki, mığmığaları güclə uda bilirdilər. Bir dəfə ana quş yuxudan səhər tezdən oyanıb balalarına möhkəm tapşırdı. Yuvada dinç durun, yerinizdən tərpənməyin. Mən uçub gedirəm, 1 saata qaydacağam. Ana, hara gedirsən, ana? Çikitava kəndinə uçuram. Oradakı ağaclarda bananlar yetişir. Nahara sizin üçün banan sıyığı gətirəcəyəm. Amma dəcəllik eləməyin, mən gələnə dək yatın. Ana quş uçdu. Körpə balalar isə başlarını yerə döşənmiş isti mamara söyküyüb mürgülədilər. Bu vaxt meşədən bir fil çıxdı. O ağır-ağır yeriyir, xortumunu yelləyirdi. Yer onun ayaqları altında tir-tir əsirdi. Fil deyəsən çaya su içməyə gedirdi. O, milçək quşunun yuvası olan ağaca çatanda dayandı. Xortumunu ağacın gövdəsinə sürtüb qaşıdı. Ağac silkələndi, böyük bir şeh damlası yuvaya düşdü. Balalar diksinib yuxudan ayıldılar. Başdan ayağa tək islanmışdılar. Onlar nazik səslə çığırışdılar. Ay aman, sel gəlir. Sonra qorxa-qorxa başlarını yuvadan çıxarıb ətrafa göz gəzdirdilər. Fili görəndə canlarına üşütmə düşdü. O, xortumunu hey ağaca sürtürdü. Körpə ağacı az qala yerə dək əyirdi. Quş balaları civildəşdilər. Ay baba, nə edirsən? Bəsdir, biz yuvadan yumbalanıb düşərik. Fil xortumunu yuxarı qaldırıb soruşdu. Orada civildəşən kimdir? İslanmış balaca quşları görəndə güldü. Xortumundan çıxan güclü hava bala quşların birini ağzına alıb havaya uçurdu. Bala quş yerə düşdü. Fil yoluna davam etdi. Tezliklə
ana quş qayıtdı. Balasını yerdən qaldırıb yuvaya qoydu. Burada nə olub? Nə baş verib? Ana, ay ana, bilirsən nə olub? Buradan dəhşətli, çox dəhşətli bir şey keçirdi. Böyükdü. Nə? Böyük idi. 2 quyruğu vardı. Biri qabaqda, biri dalga. Axı o necə şeydi? Böyüklükdə mən boyda olardı. Yox, səndən çox böyük idi. Milçək quşu tüklərini qabardıb, gözlərini bərəltdi. Deyin görüm, mənim boyda vardı mı? Yox, böyükdü. Böyükdü. Nə bəzəli balalarsız. Yaxşı, onda yəqin ki, bu boyda imiş. Quş tüklərini daha çox qabardıb yumurlandı. Yox ana, yox, o səndən böyükdür. Ay uşaqlar, siz məni lap güldürürsünüz. Dünyada məndən böyük kim var ki? Bir baxın, mən qanatlarımı açanda bütün yuvanı örtürəm. Dediyiniz həmin böyük və dəhşətli şey bir də gəlsə, mütləq onu mənə göstərin. Ana, niyə? Onu dimdikləyəcəyəm. Bala quşlar civirləşdilər. Amma anaları inciməsin deyə qanatlarını cəld qaldırıb sarı dimdikləri üstə çəkdilər. Radiomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1965-ci ildə lentə alınıb.